Gedirik evə. Gide. Salamlar, hər vaxtınız xeyirli olsun. Bu vlog nədir? Moto vlogdur. Amma evə gedirik. Yəni keçinə. Çıxırıq işdən. Gedib motomuzu xodlayırıq. Oradan da qaçırıq evimizə. Yəqin ki fikirlər, nəsə maraqlı hadisələr ola bilər. Heç nə də olmaya da bilər. Standart yağışlı havadır. Hətta bir ayın neçəsinə kimi demişdilər? 14-ünə kimi deyəsən yağış davam eləyəcək demişdilər. Gözəllik eləməsi yağışdadır. Gedək motosikletimizi garajdan götürək. Fit deyək hara? Evə. Workday is fatality elədik. Günümüzü tamamladıq. Gedirik. Görək başımıza nə gəlir. Salamlar, hər vaxtınız xeyirli olsun. Beləcə biz işdən çıxırıq. Gedirik yavaş-yavaş evə. Qırırıq. Həmişə kimi buralar dəlixana tıxacdır. Bunun bizə çox demək olar ki, əlaqəsi yoxmuş kimidir. Amma ehtiyatlı olaraq yavaş-yavaş gedirik. Görürsünüz, həmişə ehtiyatlı olmaq lazımdır. Qapını aça bilərlər. Ona görə aralardan keçəndə biraz diqqətli olun. Ən azından qapılara baxın. İçindəki hərəkətliliyə baxın. Görün, əgər içində adam hərəkət eləyirsə, demək ki, orada bir nidaruzumeniya var. Və görürsə, burada da bir nəfər qapı açdı. Bugün qapı açdı gündür. Yolun qırağında dayanıb hamı qapı açır. Bu da açır. Bir bu da açsa, bugünkü qapı açma senarimizi tamamlayarıq. Qoy üstəmoğlu. Eşim yoxdur, qoy. Bir dənə sola. Sonra getdik. Əsas odur, çıxdıq düz yola. Düz yolda demək olmur, amma yenə də yaxşıyıq. Hər vaxtınız xeyirli olsun. Bugünkü vlogumuz, əslində vlog deməyək də, sadəcə evdən işə gedirik və biraz söhbət eləyirik. Siz videoları bəyənib şərh yazanda mənim də xoşum gəlir. Mən də sizə bu videoları daha çox çəkməyə çalışam elə də. Hava yağışlıdır. Yağışlı hava ümumiyyətlə bizim üçün təbii ki biraz ekstremal motosiklet sürücülüyü, biraz daha belə deyim bilikli motosiklet sürücülüyü tələbi var. Bax burada bir dənə tullanmalı yerlər var. Mən buradan biraz sürətli keçirəm. Əslində keçməyin. Motosiklet prosto biraz uçanda ləzzət eləyir. Biraz əslində burada biraz qaydanı fındıdaraq. Deməli nədir məsələ? İndi birazdan havalar soyuyur. Səhər-səhər ən çox işə gedənlərə səslənirəm. Artıq yavaş-yavaş gizli buzlanma deyilən bir anlayış həyatımıza girəcək. Yəni bu danılmaz bir şeydir. Artıq görəsiniz ki, getdiyiniz yerdə aşarsınız, xoşunbay olasınız, əncirə dönəsiniz. Niyə? Çünki gizli buzlanma bizim həyatımızın bir parçasına çevriləcək. Bəs gizli buzlanmalar harda olur, necə olur? Ümumiyyətlə həmişə ən vacib şərtlərdən biri yol analizidir. Yolu analiz eləməli, yoldakı rəng dəyişikliklərinə fikir verməliyik. Çünki bizim üçün ən vacib şərtlərdən biri budur. Məsələn, orada rəng dəyişib, niyə sualını verməkdənsə həmin rəng dəyişən istiqaməti dəyişmək lazım. Məsələn, burada görürsünüz rəng dəyişib, mən ora girmirəm, görürsünüz solla, biraz sola meylənirəm. Çünki ola bilər ki, ora yağ dağıla bilər və yaxud da hələ ki gizli buzlanma üçün mənfi dərəcələr yoxdur, amma hələ ki də ən azından məni aşırdıb, məni zədələyə biləcək müxtəlif teoriyalar başıma gələ bilər. Ona görə mütləq dərəcədə yerdəki rəng dəyişikliklərinə fikir verirəm. Bu ən vacib şərtlərdən biridir. İkinci məsələ gizli buzlanma. Buzlanma ümumiyyətlə harda olur? Məsələn, kənd yerlərində yəqin ki görmüsünüz ki, kəndlərin bəzi istiqamətləri qar yağır məsələ kəndə. Bəzi istiqamətləri qar məsələ gün çıxsa da qar ərimir. Niyə görə? Çünki ora kölgəlikdir. Ora gün çox təmas eləmir deyənə. Ora həmişə qara quzey deyirlər. O kənd evlərində olur məsələ. Orta ev bir dənə ev olur, pingvinlər orada yallı gedir. Bax görürsən ki, yəni orada gelib qalsan, səhər-səhər səni marazilkadan elə səni buzlu götürüb şehli aparacaqlar. O mənada həmişə mütləq dərəcədə o qara quzey yerləri bu getdiyimiz, sürdüyümüz yerlərdə də analiz eləməliyik. Haralar ola bilər? 1. Sıx ağaclıq olan yerlər. Ən vacib yerlərdən biri sıx ağaclıq olan yerlərdir. İkinci ən vacibi
İkinci ən vacibi körpü altları, körpülərin altları buradan keçmək olur bu arada. Heç kim də buradan keçmir, niyə maraqlıdır onu bilmirəm heç vaxt. Körpülərin altlarıdır, kölgə düşən yerlərdir, tünellərdir. Bunların üstü, altı çox vaxtı buzlanmaya bir sözlə maraqlı yerlər olur. Yəni hər zaman buzlanma ehtimalı olan yerlərdir. Üç binaların aralarıdır. Hətta binaların aralarından keçəndə bəzən külək belə insanı aşırda bilir. Çünki oradan soyuq külək axını hərəkət edir və bu soyuq külək axında həm yolda buzlanma yaradır, həm də ki bir sözlə nə edir? Buzlanmadan əlavə də təbii ki başqa risklər də yarada bilir. Bu arada yol hərəkətinin zəif olduğu yollar, yəni ki yol hərəkət sürətinin aşağı olduğu yerlər, məsələn döngələr ola bilər, məsələn körpülərin bəzi körpülər və yaxud da ki yol ayrıcıları ola bilər. Orada maşın hərəkəti az olduğuna görə orada buzlanma daha çox olur. Ona görə həmişə ona da nəzər yetirin ki, məsələn burada maşın az hərəkət edirsə, deməli yolda buzlanma ola bilər. İkinci məsələ, burada nə olub belə Gürcü xəncərinə dönüb? Bu nə qayır qardaş? Nə indir belə? Heç nə başa düşmədim. Hə, yol ayrıcıları bəzən buzlanmaq ehtimalı yüksəkdir. Ümumiyyətlə, bəs yaxşı, tutaq ki, buzlanma bəzi hallarda qaçınılmazdır. Yəni ki, buzun üzərinə çıxdısa, bəzi hallarda aşma ehtimalınız çox yüksəkdir. Amma ümumiyyətlə, necə, məsələn, tutaq ki, qarşıda görmədən fikriniz yayında bir buzlu yer gördünüz. Həmin vaxtı nə tormuza basmaq lazımdır, nə qaza basmaq lazımdır, nə sağa sola döndərib manevr eləmək lazımdır. Buzun üzərindən yayınım eləyim kimi bir anlayışınız olmasın. Sadəcə fiks şəkildə nə sürətlə gəlirsinizsə və sükanınızı da düz saxlamaq şərti ilə nə sürətlə gəlirsə o sürətlə də hərəkət eləyib buzun üzərindən fiks şəkildə manevr eləmədən, əymədən keçməkdir. Yəni əgər keçə bildinizsə keçdiniz, keçə bilmədinizsə deməli keçə bilməyəsiniz. Ona görə bunu həmişə yadınızda saxlayın ki, belə buzlu ərazilərdə və yaxud da ki ani şəkildə qarşınıza çıxa biləcək gizli buzlanmadan belə yayına bilsəz yayınasınız, yayına bilməsəz də heç nə. Girəsiniz lovyalığa, yəni variant yoxdur. Ona görə bu ümumiyyətlə havalar soyur artıq. Havalar soyuduqca sürətimizi yarı-yarıya endirməliyik. Yarı-yarıya endirmək ən vacib şərtlərdən biridir. Ani manevrlərdən qaçınmaq lazımdır. Ani sürətlənmədir, ani tormozlanmadır. Bu yanaşmanı bir sözlə dəyişməli, həmişə sürətimiz az, manevralardan qaçınırıq və ən vacib şərtlərdən biri də ki, yol analizini düzgün eləməliyik. Yəni artıq mən 10 metr qabaqdan bilməliyəm ki, qabaqda hansı təhlükələr məni gözləyir, qabaqda hansı maneələr məni gözləyə bilər, ümumiyyətlə mənim eləyəcəyim səhvlər mənim üçün hansı təhlükələr doğurur. Qeyd eləmişdim, əgər bir sözdən bu ördəyə bir paltar toxuyan, toxuş bacaran biri varsa, desin mən onu bir hörmətin eləyim, bir bu ördəyimizə bir paltar toxusun da. Ördək də yazıq qalıbdır soyuqda, qışda, marozda deyir. Mənə də üstümə bir şey taxın da, qalmışam soyuqda. Əgər bacaran varsa desin. Amma belə lüks bir şeydir. Buna bax, buna. Yol planlama, bax, bu dəqiqə nümunəsini görürük. Nümunəsi nədir? Qardaş, əgər sən bilirsən ki, mən filan yerə gedəcəm, artıq sənin yol planlaman olmalıdır. Yəni sən bilməlisən ki, mən məsələn qabaqdan sağa dönəcəm. Daha gəlib ora çatanda dönməməliyəm də. Yəni ora çatmamış artıq mən planımı, hərəkətimi bitirməliyəm. Yolun sağ istiqamətinə keçməliyəm və hansı yol ayrıcından dönəcəmsə ona görə. Yəni ani qərar vermək bu həmçinin də qış aylarında ümumiyyətlə yol buzlanıb eləyəndə daha təhlükəli olur. Ona görə təbii ki, bunu da eləməyin. Yəni qabaqcadan yolunuzu planlayın, hara dönəcəyinizi bilin, risklərin qarşısını alın bir sözlə. Biz buradan bir balaca arayla girəkdən yavaş-yavaş. Maşında make-up eləyirlər. Ay Allah. Maşın sürə-sürə bir insanın eləyə biləcəyi ən çətin şey make-up eləməkdir. Dil saçan düzün deyər. Bir insanın eləyə biləcəyi ən çətin şey maşın sürməkdir də. Maşın sürə-sürə necə make-up eləyə bilirlər, başım çıxmır.
Nə olar ki, əmoğlu, yol ver də. Telefonla az oyna da, nə olar? Yolda telefonla oynayanda hamısının şüşəsini qırıb getmək istəyirəm bir ara. Döyərsən də hamısın, Allah hamd olsun. Bir 2-3 nəfər motosikletçi yığışırsa, yolda kim telefonla oynayır, döyürsən hamısın. İçi elə motosiklet sürənlər qarşı fərqi yoxdur. Yolda nəqliyyat vasitəsi idarə edən telefonla oynayırsa döyməlisən onu. Başqa variant yoxdur. Ki ağıllıdır da, ged evdə bilirəm, indi qınamıram onları da. Niyə qınamıram? Çünki tıxacda oturmuş, ay sizi çakışlar. Motosiklet al, tıxacda oturma da, çıx ged evə də. Nə olar ki? Çıxılı belə bala xırtaya gedirsən da. Axırı gecə tezə bir 10 dənə, 20 dənə, 100 dənə maşın keçdin. Elə bil ki, evə daha tez çatırsan da. Telefonla oynayırsa, sinirlənə bilərəm. Telefonla oynadığına əminəm. Nəysə, telefonla oynayanları döymək lazımdır. Deyirəm həmişəsə, inanmırsınız. Vallahi döymək lazımdır. Kim nə deyir desin, hamısını şaqqalamaq lazımdır. Yazığın təkəri keçəldir ya. Bu qardaş nətər sürür? Abi. Sən təkəri dəyiş ha. Allah uzaq eləsin. Yolda da partiyat sıfırdır. Allah razı olsun. Təkərin sepi çıxıb ya. Oy dedim ora. Allah kömək olsun. Amma ehtiyatlı olmaq lazımdır. Allah uzaq eləsin. Bu qış vaxtıdır. Hava soyuqdur. Hər yer şeydir. Əynində şey yox, qoruyucu yox. Qismət. İnşallah Allah kömək olsun. Nəsə gəlir, onu buraxacaq 100%. Hə, bunu buraxır. Bəlkə elə buna görə gözləyirik biz. 100% bizi buraxacaq indi. Всё. Get çıxırdı. Suallarınızı verin də mənə. Mənə maraqlıdır. Sizin fikirləriniz nədir? Videolarda nə xoşunuza gəlmir? Nə olsa daha maraqlı olardı? Nə etməyimi istəyərdiniz? Biraz fikirlərinizi yazsaz, mən də ona görə video çəkərəm də. Bilmirəm siz nə istəyirsiniz. Mən də nədən danışım bilmirəm. Əslində bu belə mənim üçün maraqlıdır. Yəni bildiklərimi demək, bildiklərimi, ən azından gündəlik başıma gələn hadisələrdən danışmaq və s. Amma sizin fikirləriniz də mənim üçün çox önəmlidir. Yəni siz nə istəyirsiniz, nəyi bilmək istəyirdiniz, nə sizin üçün problemdir. Məsələn, bəzi hallarda olur ki, yolda sürsən, amma belə yox, belə olsaydı daha yaxşı olardı və s. kimi. Suallarınız varsa və ya da hansı mövzu ətrafında video çəkim, ola bilər ki, motosikletin tanıtımı ola bilər, hansı bir motosiklet maraqlıdır, oyla bağlı tanıtım çəkə bilərik. Yəni ağlınıza gələ biləcək dünyada nə qədər motosiklet var, hamısını tapa bilərik də azdan çoxdan. Dəlixana düşdü yenə. Bax, o biri sağa keçdi. Yol dəyişmək bizim millətin adətidir də. Bir saniyə qabağa düşəcəm deyə yol dəyişmək istəyir. O yol dəyişəndə də həmin o bir saniyəni itirir ozda. Qardaş, öz yolun var, ged o yolla da. Yəni sən niyə hər dəqiqə biraz sağa çıxır, bir çıxan sola çıxır. Mənim elədiklərimi bu arada eləməyim burada. Yəni görürsüz, yaşdır yol və mən sarı xəttin üstündən biraz sürətli divijen eləyirəm. Yəni o deyir, dediklərimə qulaq asın, eləyin, amma elədiklərimi eləməyin. Arada çünki hər gün arada bir divijeniya lazımdır, amma məcbursan. Polis yəni bizi təxliyə edir. Yol təxliyə eləyəndə biraz sürətli getmək olar. Deutschland. Hey Deutsch.
Amma sənin gedə biləcəyin yer bura qədər idi, əziz dostum. Artıq dövran bizim dövranımızdır. Admiralty bro. Hey bro, let's go bro. Bu dayıdır, qoca dayıdır, o bizə yol verən deyil. Heç sağ güzüşünü də görmür 100%. Fikir vermir yəqin ki. Dayı bir dənə belə eləyim bəlkə. Ay dayı. Və həmişə də əl eləyin, gülümsüyün hamıya. Motosiklet sürənlər ürəkdir. Motosiklet sürənlərə dost deyəndə həmişə ürəkdir. Qoy bir də mən buradan keçim qardaşım. Sən onsuz da gedə bilməyəsən də, nə qədər də keçsən, GF qalarsan qabaqda. Çox vaxt elə ibnəliklər eləyirəm. Yol verirəm, onsuz da deyirəm ki, olsa nə qədər yol versəm də sən gedib harası ilişətsən, mən gəlib keçəcəm. Ona görə maksimum nə qədər adam görsə hamıya yol verin, yəni. Yolu saxlayın, amma ehtiyatla da, yəni geri belə halan, arxadan gələn maşın gəlib sizi hofluyub aparmasın. Yol verin. Çünki onsuz da siz hardan oldu geçib basıb keçərsiniz də, yəni mədəni şəkildə, yəni başqalarına təbii ki, maneət öyrətmədən. Yavaş-yavaş buradan belə bir balaca belə, belə. Polis bizə icazə verirsə getmək olar. Polis olanda bütün yol hərəkət işarələri, işıqforlar, hər şey qaydadan. Polis bir dəqiqə desə ki, burada 400-dən sürməlisən. Sürməlisən deməkdir, ən azından yəni sürə bilərsən. Amma mən heç bir polisin elə deyəcəyini də sanmıram, amma yenə də yəni ən azından bir cəhd eləyə bilərsən. Qonşuda polis varsa gör nə qayırsan. Denən ayam olur, bir dənə 400-dən sürəkmi burada? O da deyəcək, hə, elə sür. Sür gözlə gəlirlər. Dalınca da qoşu radarı gələcək. Üstündə yallı gedəcəklər sonra. Arxamca adam mı gəlir? Yox, heç kim gəlmir. Bir də hər dəqiqə ayağınızı yerə qoymayın. Həmişə deyirəm, bunu 5 milyon dəfə deyirəm. 6 milyon dəfə deyirəm. Yağışlı havalarda heç eləməyin, amma ümumiyyətlə də ayağınızı yerdə sürtə-sürtə gəzməyin. Çalışın, motosikletin ağırlıq mərkəzini tapın, balanslı hərəkət eləyin. Yəni, ay bir şey görən kimi ayağımı yerə qoyun, belə eləməyin elə şeylər. Yolun ortasında xətti görürsünüz, o Ayman Reeflər yolun ortasında. O xətt axmaq xətti. Sürüşdürə bilir motosikleti sağa sola. Bir dənə bu qardaşa bir dənə belə eləsəm əslində əminəm ki, mənə yol verər. Əmin olmadıqca olmadı da. Belə elə bilərəm onu. Burada ehtiyatlı olmaq lazım. Məsələn, belə yerə gəldin, ehtiyatlı get. Niyə görə? Çünki ani şəkildə maşınların dayandığını görən bir vətəndaş oradan keçir bu yana. Sən hər zaman görə bilmirsən. Gündüz vaxtı bəzən sezə bilirsən, amma gecə vaxtı heç görə bilmirsən. Ona görə həmişə onu nəzərə alıb, əlin muftanın üzərində, 4 barmaq muftanın üzərində, ya 2 barmaq, baxır sən öyrəncəli olduğuna, 2 barmaq da qabaq tormuzun üzərində, pəncən də arxa tormuzun üzərində. Belə yerlərdən gedəndə tövsiyə edirəm ki, belə eləyin. Yəni bütün tətikdə olun da hər an tormuz basa bilərəm. Məntiqlə hərəkət eləyin. Yəni əli qoy aşağı belə lazım olanda lalan qəli qaldırıb tormuz verənə kimi oba köçər, yurdu qalar. Ona görə həmişə tətikdə olun ki, ani şəkildə mən tormuz basa bilərəm. Bir şey oldu. Gördün nətər tormuz var, gördün nətər 30 durdum lalan. Tormuzu balanslı verəndə ABS işləmədi. Amma tormuz qutu kimi oturdu. Yəni bu məsələ də budur ki, ABS işləmədən tormuz verirsənsə, deməli, sən artıq tormuzun məntiqini tutmusan. Yox, sən tormuzu verəndə ABS işlədi, tak, 2 dənə atdı, getdin, saxladınsa, deməli, sən hələ tormuz məntiqini tutmamışsan. Gördün, qutu kimi, yerin yağış olmağına baxmayaraq, yerimizdə elə bil mıxlandıqdan biz. Nəysə, prosto dedim, məlumatınız olsun. Olsa da, olmasa da daha gecdə olsun. Yavaş-yavaş evimizə də çatırıq, pendir lavaş. 15-20 dəqiqə evə çatdıq, yəni maşınla olsaydıq, indi hələ şeydəydik. Xətayının dırmanırdıq yavaş-yavaş. Buradan bir dənə sol, bir dənə sağ, sonra bir dənə belə. Görək qaz verib sıxa bilsə. Bu nə qayır orada?
yatıb qalıb yolun ortasında. Bir də belə yatan sürücülər var. Ağzını ayırır Həştərxan kimi yatır yolda. O qardaş deyil də onun böhründəki maşın yatıb qalmışdı, qabağındakı o da məcbur olduğuna görə qalxa bilmədi. Güclü mexanika da ağırdı özdə. Eləyib qalxana kimi daha zülüm çəkdi. Ağzını Həştərxan kimi nə bilim o ilə çana vurur, biraz bu ilə çana vurur, biraz Facebookda, biraz Instagramda oynayır ki, tıxacdır da svetoforda. Svetofor da yananda 20 saniyə alır, onun 3 saniyəsini səni kimlər alanda, 4 saniyəsini səni kimi mayflar alanda nə olur? Svetoforun 10 saniyəsi olur 3 saniyə. Ona görə 3 saniyədə cəmi maşınlar keçə bilir. Ona görə ağzınızı ayırıb telefona baxmayın. Skuter sürün. Velosiped sürün. Görsən skuter nətər gedir və heç biz yerənmədiyimiz yerə də girir. Bu dayı nə qayır? Dala mı verir, qabağa mı verir? Bilinmir, bir imkan. Keç qutar görək də. Vay dədəm var. Dala axıdır. Mexanikadır bu. Avtomat olmalı. Bu necə dala axır elə? Qaz niyə verənmədi o? Burnum da qaşınır. Bax görsən məsələn gecə vaxtıdır adamlar keçir yoldan. Ehtiyatlı olmaq lazımdır. Bax görsən orada da biri keçir. Mən analiz edirsən də yolda ola biləcək, çıxa biləcək təhlükələri analiz edirsən. Yəni bunu da eləyə bilərəm. Prosta eləmirəm də mən mədəni driver pro mədəniyyət. Pro driver deyiləm amma pro mədəniyyətim var. Yəni istəyəndə pro mədəniyyət modunu açıram. Maksimum mədəniyyətli, səviyyəli, intelligentli sürücü. Driver, taksi driver 2. Bax yenə dəlixana düşdü. Dəlixana niyə düşdü? Skuter nə qədər də getsə görsə yenə məndən uzağa gedən yeri. Düzün indi getdi. Qoy görək bu nə qayırır. Bu çıxır, o girir, o çıxır, bu girir. Bilinmir. Qardaş çıxdın sür da. Vay dədəm var ha. Bizim millətin bilmədiyi bir şey var ki, qəza işığını yandırdınsa, o səni yolun ortasında saxlamağa haqq vermirdi. Yəni, qəza işığı oyun üçün deyildi. Yəni, Allah uzaq olsun, getdin əncir oldun, yəni, xosunbay oldun, armuda döndün, ondan sonra qəza işığı yandırırsan. Yoxsa elə qəza işığı yandırır, lalınq deyə yandım yolun ortasında. Qəza işığı yandırdım, sağa gələcəm. Sən sağa yandır, çünki orada parking eləmək istəyirsən. Biz bilək ki, sən nə eləmək istəyirsən? Qəza işığı yandırmağın sənin sağa dönməyin mənasını daşımır da. Sən əksinə qəza işığındansa sağa dönməni yandır, bilək ki, sən sağa dönərsən. Biz də ona görə hərəkət eləyək. Sən qəza işığı yandırmısan, bilinmir sağa mı dönərsən, sola mı dönərsənmi? Ya bəlkə ölübsən, keçinibsən, gələk süni nəfəs verək, dibacolunu itələyək geçsin. Məlumat verin də. Bu, yəni bunu ümumiləşdirib deyirəm. O kiməsə aid eləmirəm. Ümumiliki bir məlumat verməlisən. Yəni dönmə işığı nə üçündür? Qəza işığı nədir? Dönmə işığı nədir? Hərəsi müxtəlif şeylərdir. Bura bax, cəngəllikdir. Buradan qırıq-qırıq xət var. Buradan sola fıyıtlayırıq. Bax belə. Buradan da yaşıl yanacaq. Biz ən tez keçən olacaq. Buradan da keçirik. Bu qardaş özü bizə yol verməyəcək. Keçmirsən olsa. Bu da özü də sola da dönəcək. Sezmək, hiss eləmək. Ruhunla hiss elə. Bədənində bütün insanların mənəvi olaraq eləyə biləcəyi səhvlərin hamısını analiz edib tapmalısan. Yəni motosiklet sürmək tapmaca oynamaq kimi bir şeydir. Tapdınsa səndir, tapmadınsa səni götürüb aparacaq. Hara aparacaq, nə tər aparacaq, niyə aparacaq? Onu artıq bir dənə sən bilirsən, bir də səni aparan molla bilir. Nəysə, belə. Gəldik, çatdıq evimizə, öşüyümüzə. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Qardaş Azərbaycan bayrağı ilə gəlir. Oy Allah, ciyərim cırıldı. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Fikirləriniz mənim üçün çox önəmlidir. Ona görə sizin fikirləriniz doğrultusunda növbəti videonun nə mövzuda olduğunu və növbəti videonun gəlib gəlmədiyini, gəlsinmi, gəlməsinmi, gəlirsə nə gəlsin, gəlmirsə niyə gəlməsin, bunları yazmağı unutmayın. Videonu bəyənib paylaşmağı, dostlarınıza göndərməyi unutmayın. Mən statistikada hamının nə etdiyini görürəm. Məni evə gətirməyin, gəlib orada sizi şaqqalamayın. Belə. Sağ olun, salamat qalın. Öpürəm, özünüzə yaxşı baxın. Eşq olsun.
Bu nətər maşın saxlamaqdır? Belə maşın mı saxlayırlar, həm oğlu? Çünki bizim millətdə bir adət var. 5 metr qabaqda saxlayıb bura gəlmək əvəzinə gərək düz şeyin, bax buranı da mən bəzəmişəm, nətərdir? Bəyənirsinizmi mənim əl işimi? Eşq olsun. Belə, qarşıdan gələn yeni iliniz və həmrəylik gününüz də mübarək olsun. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Hələlik.